Hazırda Avropada yüzlərlə insan istidən ölür. Bəs bunun səbəbi nədir? İndi deyəcəm, amma sən öncə kanala abunə ol və videonu like etməyi unutma. Bunun səbəbi yer atmosferində baş verən ən maraqlı hava hadisələrindən biridir. Fransa, İspaniya, İtaliya və hətta Böyük Britaniyanın bəzi bölgələrində temperatur 40 dərəcəni keçib və bir çox şəhərlərdə qırmızı kod adlı xəbərdarlıq elan olunub. Məktəblər bağlanır və təəssüf ki, artıq həyatını itirən insanlar da var. Bəs bu qədər güclü istilərin əsas səbəbi nədir? Bunun səbəbi omega bloku adlanan nadir atmosfer hadisəsidir. Yer səthinə təqribən 8-12 km yüksəklikdə jet stream adlanan çox güclü hava axını mövcuddur. Bu hava axını qərbdən şərqə doğru hərəkət edərək hava kütləsini daşıyır. Məhz buna görə də hava daim dəyişir. İsti hava uzaqlaşır, onun yerinə daha sərin hava gəlir. Amma bəzən bu hava axını zəifləyir və sanki yerində ilişib qalır. Bu zaman o Yunan əlifbasındakı omega hərfinə bənzəyən formanı alır. Buna görə də məhz bu hadisəyə omega bloku deyirlər. Bu formanın mərkəzində çox güclü təzyiq sahəsi yaranır. Onun hər iki tərəfində aşağı təzyiq sahələri yerləşir. Onlar birlikdə isti hava kütləsini sanki iki tərəfdən sıxaraq yerində saxlayırlar. Nəticədə isti hava günlərlə, bəzən isə həftələrlə eyni ərazidə qalır. Üstəlik bu yüksək təzyiq Sahara səhrasından gələn çox isti və quru havanı Avropaya daşıyır. Hava aşağıya doğru sıxıldığı üçün daha da qızır. Yəni problem təkcə isti havanın gəlməsi deyil. O həmin ərazidə hər gün biraz daha da isinməyə başlayır. Bu vəziyyət yalnız jet stream yenidən normal hərəkət eləməyə başlayanda dəyişəcək. Lakin bunun nə zaman baş verəcəyini meteoroloqlar belə əvvəlcədən proqnozlaşdıra bilmirlər. Əgər bu cür maraqlı məlumatlar sənə də maraqlıdırsa, o zaman mütləq şəkildə kanala abunə ol və videonu like etməyi unutma.